Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Haber verdiğimiz kimi müğənni Tacir Şahmalıoğlu oğlu Şahmalıya nişan edib. Axşamazın məlumatına görə sənətçi məclisdən sonra övladının halının pisləşdiyini deyib. Bu haqda Evdəkilərə Salam proqramında danışan Şahmalıoğlu çox qorxduqlarını bildirib. Ölüb getdim, uşağın gözü getdi, başını qoydu stola. Mən də deyirəm ki, qaynanan qaynatan baxır, özünə gəl, sən demə uşaq ölürmüş. Başını qaldırdıqca gözü gedib ağarıb, bilmədi ki, niyə olub. Qeyd edək ki, Şahmalı Aytaz adlı xanımla nişanlanıb.